Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm nəinki olduğundan, hətta artığını verir Peyğəmbər. Özünə aid olanını verir Peyğəmbər. Peyğəmbər kərəmdə, səxavətdə ən yüksək mərtəbədə olan bir şəxsdir. O qədər Peyğəmbər əta edir ki, Allah Taala buyurur ki, Peyğəmbər İsra surəsində nə çox əlvi açqınla, nə çox əlvi bağlaqınla, orta yolu getirginən səxavət barəsində. Bilirik ki, Peyğəmbər çox mərhəmətli bir insan idi, çox səxavətli bir insan idi və əgər bir ehtiyaclı insan gördüyü zaman dərhal onun ehtiyacını aradan qaldırmaq üçün nəsə edərdi. Və Peyğəmbərimizin Əhl-i-Beyti də bu cürdür. İnsan surəsində, Həl-Əta surəsində onların 3 gün oruc tutması, Əhl-i-Beyt əleyhissalamın 3 gün oruc tutması və iftar zamanı öz iftarını miskinə, yetimə, əsirə verməsi ən bariz nümunələrdəndir. Və mən həmçinin qeyd etmək istəyirəm